Sosial şəbəkələrdə iqtisadi savadsızlıq yenə trenddədir. Jurnalist Səidə Bəkirqızı deyib ki, kişi də uşaq pulu davası edər, kişiyə yaraşmaz. Belə müzakirələr iqtisadi savadlılığın əslində nə qədər mühüm olduğunu bir daha sübut edir. Gəlin bu fikrə emosiyalarla deyil, elə iqtisad elmi ilə aydınlıq gətirək. Birincisi, müasir iqtisadiyyatda dövlətin uşaqlara görə verdiyi vəsait, child benefit, sədəqə və ya kömək deyil. Bu, ölkənin gələcək insan kapitalına qoyulan birbaşa investisiyadır. Bu fikri dəfələrlə öz çıxışlarımda qeyd etmişəm. Onu da qeyd etmişəm ki, Nobel mükafatçısı James Heckman sübut edib ki, erkən uşaqlıq dövründə uşağın inkişafına qoyulan hər bir dollar gələcəkdə 7-13 dollar aralığında dövlətə və cəmiyyətə geri qayıdır. Kimə maraqlıdırsa, Heckman əyrisi olaraq yazıb internetdə araşdıra bilər. Uşaq pul tələb edən valideyn istər qadın olsun, istər kişi, dövlətdən kömək yox, gələcəyin vergi ödəyicisini böyütmək üçün iqtisadi tərəfdaşlıq tələb edir. İkincisi, o qürurlu kişilər də mağazaya girəndə, övladlarına bazarlıq eləyəndə, maşınlarına benzin vuranda əlavə dəyər vergisi və gəlir vergisi ödəyirlər. Yəni bu fikirlər makroiqtisadi nöqteyi nəzərdən də tamamilə yanlışdır. İqtisadiyyatda qərarlar gender hissləri ilə deyil, rational choice theory, rasional seçim nəzəriyyəsi və resursların effektiv bölüşdürülməsi ilə qəbul edilir. Büdcə vətəndaşların birgə ödədiyi vergilər hesabına formalaşır. Kişi uşaq pulu davası etməz demək, kişi öz ödədiyi verginin hara xərcləndiyini sorğulamaz deməkdir. Öz büdcəsini, öz övladının haqqını və öz ödədiyi verginin hesabını sorğulamaq kişiliyin yox, vətəndaş məsuliyyətinin və maliyyə savadlılığının göstəricisidir. Üçüncüsü, dünyadan xəbəriniz olsun. Dünyanın ən zəngin və ən güclü iqtisadiyyatına malik ölkələrdə bu məsələlər necə tənzimlənir? Almaniyada, İsveçdə, Norveçdə hər uşaq üçün aylıq sabit uşaq pulu ödənilir. Almaniyada fərqi yoxdur. Ata və ya ana müraciət eləyib. Əgər ailədə qərar verilibsə, pul atanın bank hesabına yönləndirilir. Almaniyada heç bir kişinin ağlına gəlmir ki, öz övladının haqqını istəmək onun kişiliyinə xələl gətirir. Bu ölkələrdə hətta məcburi ödənişli atalıq məzuniyyəti kvotası var. Kişilər rəsmi olaraq dövlətdən pul alıb, öz övladlarının qayğıları ilə məşğul olurlar. Niyə? Çünki o ölkələrdə iqtisadiyyat ucuz gender stereotipləri ilə yox, elm və riyaziyyatla idarə olunur. İqtisadiyyatda care economy adlı sahə var. Uşaq böyütmək ödənişsiz əməkdir və bu baxım iqtisadiyyatına aiddir. Bu isə tək qadının çiynində olan ödənişsiz əmək ola bilməz. Bu, ailənin və cəmiyyətin ortaq məsuliyyətidir. Ona görə də gəlin, dövlət və vətəndaş münasibətlərini, iqtisadi haqları, maddiyyat qadın işidir, qürur kişi işidir kimi cahillik dönəmindən qalmış stereotiplərlə müzakirə etməyək. Uşaq bu ölkənin gələcəyidir və onun haqqını tələb etmək həm ananın, həm də atanın borcudur. İqtisadiyyatı öyrənin, stereotipləri yox. Fikirlərinizi şərhlərdə gözləyirəm.